Deməli, pəhriz saxlamaq, yəqin ki, bu mövzu ilə bağlı hər birimizin bir hekayəsi var, elə deyil? Bugün bax, bu hekayələrdən birinə Ayselin hekayəsinə baxacağıq. Amma bu hekayə çoxumuza tanış gəlsə də, onun qarşılaşdığı bir problem var ki, onun arxasında çox gözlənilməz bir sir gizlənir. Gəlin, elə indi birlikdə bu sirrin üstünü açaq. Baxın, bu sual yəqin ki, çoxumuza tanış gəlir. Hər şeyi düzgün elədiyini düşünürsən, aylarla əziyyət çəkirsən, amma bir də baxırsan ki, tərəzi heç tərpənmir. Sanki bir divara dəymisən. Hə, bax, bu məqam adamı elə ruhdan salır ki. Aysel də, hekayəmizin qəhrəmanı, bax, məhz bu hissləri keçirirdi. Gəlin, hekayəmizin qəhrəmanı Aysellə tanış olaq. Deməli, Aysel artıq çəkidən cana doymuşdu və qəti bir qərar verdi. Pəhrizə başlayıram. Özü də necə? Böyük bir həvəslə, qətiyyətlə bu yola çıxdı. Bəs Ayselin planı nə idi? Çox sadə və ilk baxışdan da çox məntiqli. Dedi ki, hər gün yalnız şorba və salat yeyəcəm. Fikirləşirdi ki, bu həm az kalorilidir, həm də sağlamdır. Yəni, arıqlamaq üçün bundan yaxşı yol ola bilməzdi, elə deyil? Və təsəvvür edin, plan işə yarayırdı. Özdə necə? İlk günlər tərəzidəki rəqəmlər aşağı düşməyə başladı. Birinci gün, ikinci gün, üçüncü gün Aysel nəticələri gördükcə deyirdi ki, əla, axır ki alındı. Motivasiyası zirvədə idi. Elə bilirdi ki, hər şey mükəmməl gedir. Ancaq, həmişə olduğu kimi, bu sevinç çox da uzun çəkmədi. Hər şeyin yaxşı getdiyini düşündüyü bir anda, Aysel qarşısına çıxan heç gözləmədiyi bir maneə ilə bir divarla toqquşdu. Gəlin baxaq görək, bu nə maneə idi. Problem də elə buydu. Bir neçə gün hər şey əla gedir. Amma sonra, stop, tərəzi sanki donub qalmışdı. Aysel nə qədər şorba yeyirdi, nə qədər salat yerdi, fərqi yox idi. Tərəzi inadla eyni rəqəmi göstərirdi. Təsəvvür edirsiniz o məyusluğu, o çaşqınlığı. Bu səhnə, yəni Ayselin o anki vəziyyətini mükəmməl göstərir. Bütün əziyyətini, bütün səylərinin boşa çıxdığını görmək onu dəhşətli dərəcədə sarsıtmışdı. Tərəziyə hər dəfə baxanda ümidi biraz da qırılırdı, bütün həvəsi ölürdü. Amma tam da Aysel ümidini itirib hər şeyi atmaq istəyəndə, hekayədə bir dönüş nöqtəsi baş verir. Elə bir an gəlir ki, vəziyyətə tamamilə başqa bir gözlə, yeni bir prizmadan baxan bir mütəxəssis peyda olur. Bəli, bu mütəxəssis Vüsal Salahov idi. Vüsal Ayselin hekayəsini diqqətlə dinləyir və sonra ona vəziyyətin əslində necə olduğunu, yəni harada böyük bir səhvə yol verdiyini bir-bir izah etməyə başlayır. Və budur, hekayənin əsas dönüş nöqtəsi. Vüsalın qoyduğu diaqnoz o qədər sadə idi ki, Aysel şoka düşdü. Dedi ki, sən çox az zülal yersən. Deməli, Ayselin pəhrizindəki ən böyük problem bədən üçün həyati vacib olan zülalın demək olar ki, heç olmamasıymış. İndi gəlin baxaq, zülal çatışmazlığı əslində nə deməkdir və nə qədər ciddidir. Bu, təkcə arıqlamağı dayandırmır, heç də yox. Baxın, bu maddələr mübadiləsini alt-üst edir, ürəyi gərginləşdirir, hətta idmanla məşğul olursunuzsa, performansınızı kəskin şəkildə aşağı salır. Yəni, başa düşürsünüz də, Ayselin sağlam pəhrizi əslində öz bədəninə ziyan vururmuş. Yaxşı, problemi anladıq. İndi isə keçək həll yoluna. Vüsal, Ayselə çox sadə, amma inanılmaz dərəcədə təsirli, tamamilə zülala fokuslanmış yeni bir qidalanma planı verir. Və yeni plan heç də çətin bir şey değildi. Baxın, necə sadədir. Səhərlər yumurta və kəsmik kimi zülal qaynaqları. Günorta və axşam isə boşqab mütləq ətlə, toyuqla ya da balıqla zəngin olmalıdır. Yəni artıq ac susuz qalmaq yoxdur. Əksinə bədəni doyduran, qidalandıran normal yeməklər var. Təbii ki, Vüsal təkcə zülalla kifayətlənmədi. Bir neçə qızıl məsləhət də verdi. Birincisi, rasiona zeytun yağı, kərə yağı kimi sağlam yağlar əlavə etmək. Bu həm həzmi yaxşılaşdırır, həm də qəbizliyin qarşısını alır. Və əlbəttə ki, hamımızın bildiyi, amma çox vaxt unutduğumuz şey bol-bol təmiz su içmək, metabolizmi sürətləndirmək üçün. Bax, bu kiçik görünən detallar əslində çox böyük fərq yaradır. Yaxşı, bəs Aysel bu yeni plana əməl etdi, sonra nə oldu? Gözlənilən nəticə özünü çox da gözlətmədi, inanın mənə. Cəmi 5 gün. Bəli, səhv eşitmədiniz. Cəmi 5 günə Aysel artıq dəyişikliyi hiss etməyə başlamışdı. Bu rəqəm əslində onu göstərir ki, problemə düzgün yanaşanda nəticəni görmək üçün aylarla gözləmək lazım deyil. Nəticə isə sadəcə olaraq möhtəşəm idi. Aysel Vüsalın dediklərini bir-bir elədi və nəhayət tərəzinin yenidən aşağıya doğru hərəkət etdiyini gördü. O itirdiyi bütün sevincini, bütün motivasiyasını geri qazandı. Ayselin hekayəsi bir daha sübut edir ki, bəzən ən böyük problemlərin həlli elə ən sadə, ağlımıza gəlməyən dəyişikliklərdə gizlənir.
Ayselin bu hekayəsi düşünürəm ki, bizə çox şey öyrətdi. İndi isə növbət sizdədir. Bir anlıq dayanın və özünüzə bu sualı verin. Bəs sizin boşqabınızda nə var? Yediyiniz qidalar bədəninizin əsl ehtiyaclarını həqiqətən də ödəyirmi?